Yedir yoldaşım, dözmürəm, nə edim? Xəyanət dərddir. Yaxşı bir şey deyil, amma dərd də deyil. Şükürlə qəbul et, o da sənin sınağındır. Barış, taleyin hökmü ilə qəlbində fikirləş. Harda səhv etmişəm, ya Rəbbim, məni bağışla. Yoldaşını da bağışla. Biz təzə canlı yayımı açan vaxtlarda bizim bir izləyicimiz var idi, yoldaşı xəyanət etmişdi. Nə təri qarğamışdısa, yerindəcə o həyat yoldaşı keçirmişdi. Sonra çox peşman oldu, amma dağdan atılan daş topuğa dəyər deyirlər. O yoldaşının başına bir iş gəlsə, ona dözərsən, o dözülməzdir, bu dözülməlidir. Bunu da istəyirsənsə, Allahdan dilə, Allahdan bağışlanma dilə, gör harda deyibsən, mən xəyanəti bağışlamaram. Və yaxud kim xəyanət edib, ona lağ edibsən, qınıyıbsan, Allah da çütüf gətirir, bununla səni sınağa çəkir. Allah Teala bəndələrin kimini evlatla, kimini ərlə, kimini ana ilə, kimini bacı ilə sınağa çəkib imtihan edir. Qaynana, gəlində, sən də payına yoldaşın düş. Ailədə var, yoldaş yaxşıdır, qaynana zülüm verir. Ailədə var, qaynana yaxşıdır, qaynata zülüm verir. Hər an bir yaşam tərzi var, onu Allah özü təyin edir. Allahın işine hiç kim karışa bilmez. Sen yoldaşın öz başını etmir ki, onu da xəyanət etdirən Allah'dır. Çünkü ruh herkeste Allah'dır. Deyil, bunu biz belə indiyənə kimi belə eşitmişik ki, Allah bəndəsinə şah damarından yaxındır. Yəni insanı hərəkətə gətirən ruh, can Allah'ın zərrəsidir. Bu da sənin üçün ən böyük sınaqdır. Harda kimə lağ edibsən, onunla da sınağa çəkilib imtihan edilirsən. O deyirik, qorxan gözə çöp düşər. Görünür, həmişə bu xəyanətdən qorxub çəkinibsən, onunla da imtihan olunursan. Mən həmişə həyatımda borçdan qorxmuşam. Bir də sələmdən uzaq olmuş. Həyatımda nə evimdə, nə yaxınımda belə bir insan olmayıb, amma ondan çəkinmişəm, ondan da imtihan olundu. İndi sən də yəqin bundan çəkinibsən, bundan da imtihan olunursan, şüküründə qalacaqsan, qəbul edəcəksən. Ya xəstəlik tapacaqsan, ya da ərini itirəcəksən. Hayküy salsan, qoy çıxıb gedəcək başqasının yanına. Pərdəni qaldırma, hörmətlə davran, yoldaşına hörmətli, necə deyim, münasibətin səmimi olsun ki, evi yadından çıxartmasın. Bunlarda var, incəliklər var. Qadın dediyin dözümlü olur. Kişi güclüdür, kişide dözüm yoxdur, amma qadın dözümlüdür. Torpaq kimidir qadın, başa düşürsən? Dözümlüdür, dözərsən. Allah'tan dilə. Barışacaqsan, bağışlayacaqsan, məni bağışla deməyi öyrənəcəksən, kin küdürət qəlbimi bulandırdığım üçün sevindirəcəksən, sonra qəlbinə gedib itiraf edəcəksən. Mən harda səhv etmişəm, məni bağışla. Mən gecəli gündüzdü, deyirəm, ya Rəbbim, harda səhv etmişəm, məni bağışla, harda səhv etmişəm, məni bağışla. Vəssalam, sən də belə deyəcəksən.